İzleyiciler, bugün sizlerle Respublika Fen Olimpiyadalarının tarix fənnindən yuxarı yaş qrupu suallarını müzakirə edəcəyik. Birinci suala baxırıq. Roma İmperatoru Adrianın hakimiyyətinə aid xüsusiyyəti müəyyən edin. Parfiyanın paytaxt şəhərinin ələ keçirilməsi. Parfiyanın paytaxt şəhərini Mark Trayan ələ keçirmişdir və həmin ərazidə üsyan olduğu üçün geri qayıtmalı olmuşdur. A variantını çıxırıq. Albaniya dövləti ilə əlaqələrin saxlanılması bu düzdür. Çünki Adrian Albaniya dövləti ilə münasibətdə olmuşdur. Ermənilər üzərində hakimiyyətin Ariobarzana verilməsi xeyir. Çünki bu Oktavian Avqusta aiddir. Həm də öz deyir ki, mən oğlum Qayın ram etdiyi xalqı erməniləri Ariobarzana bağışladım. C variantı gedir. Alan tayfalarının yürüşlərinə qarşı Albaniyaya kömək göstərilməsi. Ümumiyyətlə Alan tayfalarının yürüşünə qarşı Albaniyaya kömək barədə bir məlumat yoxdur. D-ni çıxırıq. Hunların hücumlarına qarşı mübarizə aparılması. Hunların hücumlarına qarşı mübarizə son Roma imperatorlarına aiddir. Həmçinin qərbi və şərqi Roma imperatorlarına. E variantı da gedir. Qalır B variantı. İkinci suala baxırıq. Albaniyanın 7-ci əsrin 1-ci və 2-ci yarısı tarixləri üçün oxşar cəhət, yəni 601-dən 700-ə kimi. Hər ikisinə aid bir hadisə olmalıdır. Ərəb xilafətindən asılılığın qəbul edilməsi. Cavanşir 2-3 dəfə Şama getmiş. Bunlar da 667-670-ci illərdə baş tutmuşdur. Xəlifə Muaviyyə ilə görüşərək yəni Albaniyanın Ərəb xilafətindən asılı olmasını qəbul etmişdir. İkinci yarısına düşdüyü üçün A variantını çıxırıq. Sasandilərin müttəfiq olaraq döyüşlərdə iştirak etməsi. Kadisiyə, Neavend, Ktesifon, digər adı ilə Medain bu döyüşlərdə iştirak etməsi düşür. Yəni 7-ci əsrin 1-ci yarısına. B variantını çıxırıq. Xəzər xaqanlığının hücumdan məruz qalması bu səhvdir. Çünki həmən vaxtı Xəzər xaqanlığı deyildi. Yəni 7-ci əsrin 1-ci yarısında Xəzər xaqanlığı hücum eləmişdir. Lakin baxmayaraq ki, xaqanlıq deyildi. Xəzərlər tayfa olaraq hücum eləmişdir. Xəzər xaqanlığı köhnə kitablara görə 634, təzə kitablara görə 650-ci ildə qurulmuşdur. Xaqanlığın hücumdan məruz qalması 2-ci yarısına düşdüyü üçün C variantını çıxırıq. Sasani mərzbanları tərəfindən idarə olunması. Sasani mərzbanları tərəfindən idarə olunması yenə 7-ci əsrin 1-ci yarısına düşür. Yəni 510-dan başlayıb 629-a davam edən böyük mərzbanlıq var. Bu səbəbdən D variantını da çıxırıq. Hökmdarının Bizans imperatorunun vassalına çevrilməsi bu düzdür. Çünki Varaz Grigor Bizans imperatoru İraklinin vassallığını qəbul etmiş. Cavanşir isə 2-ci Konstantindən asılılığı qəbul etmişdir. 653-cü il. Varaz Grigor isə 629-da və yaxud da 630-da qəbul etmişdir. Ona görə də qalır E variantı. Türkmənçay müqaviləsinin Azərbaycan iqtisadiyyatına təsirlərindəndir. Yerli sahibkarlar yalnız kənd təsərrüfatı məhsulları istehsal edə bilərlər. Bu səhvdir, belə bir şey yoxdur. İqtisadiyyat müstəmləkə iqtisadiyyat xarakteri aldı. Bu düzdür. Çünki Çar Rusiyası Azərbaycan iqtisadiyyatını müstəmləkə halına gətirmişdir. Biri çıxıb 2-ni götürürüksə A variantı gedir, B variantı gedir, E variantı gedir. Azərbaycan yalnız Rusiya sənayesi üçün məhsul ixrac edən ölkəyə çevrildi. Bu düzdür. Çünki yəni Azərbaycan elə bir hala gəldi ki, ancaq Rusiyanın tələbatını ödəməyə məcbur qaldı. Ölkədə kapitalist münasibətlərinin inkişafının qarşısı alındı. Xeyr, bu səhvdir. Çünki sənayenin inkişafı nəticəsində Rusiya istəməsə də kapitalist münasibətləri inkişaf etdi.
Bu səbəbdən 4-ü də çıxırıq, qalır C variantı. 17-ci əsrin sonlarında Respospolitanın Rusiya ilə yaxınlaşmasına səbəb oldu. Daha əvvəlki videomuzda bunu izah eləmişdik ki, həmən vaxtı böyük türk müharibəsi var idi. Yəni Osmanlı müqəddəs ittifaqla, müqəddəs birliklə müharibə eləmişdir. Bu səbəbdən, yəni bəzi Avropa dövlətləri birləşərək Osmanlıya qarşı müqəddəs birlik qurmuş. Həmçinin 2 il sonra Rusiya həmin birliyə qoşulmuşdur. Osmanlıya müharibə elan etmişdir. Nəticədə qalır E variantı. Çünki Qaradəniz sahillərinə çıxış əldə etmək istəməsi mümkün deyil. Çünki Respospolitanın Qaradənizə bir çıxışı yox idi. Ukrayna Kazaklarının üsyanlarının genişlənməsi xeyr, bu səhvdir. Çünki Ukrayna həmən vaxtı Osmanlı və Rusiya arasında bölüşdürülmüşdür. 1. Pyotrun Osmanlının qərb torpaqlarına yürüşü Osmanlının qərb torpaqlarına yürüş etməmişdir 1. Pyotr. Yəni 1. Pyotr həmən vaxtı az yaşlı olduğuna görə Qəyyumu Sofiya idi, hansı ki onun bacısı idi. C-də çıxırıq. İsveç kralının Polşa torpaqlarına hücumu, yəni İsveç kralının Polşa torpaqlarına hücumundan söhbət gedə bilməz. Çünki həmən vaxtı Polşa Osmanlı ilə müharibə edirdi. D-də çıxırıq. Qalır E variantı. Azərbaycan Milli Şurasının ilk fəaliyyət dövrü üçün səciyyəvidir. Yəni ki, birinci hökumətin vaxtı. Yəni ikinci hökumət qurulmadan qabaqki vaxt. Azərbaycanın müstəqilliyinin Antanta dövlətləri tərəfindən tanınması. Bu 11 may 1920-ci ilə düşür. Yəni 11 yanvar 1920-ci ilə düşür. Biri çıxırıq. İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsi, bu düzdür, 28 mayda qəbul olunmuşdur. Bu səbəbdən A variantı gedir, C variantı gedir, E variantı gedir. Müəssislər Məclisinə seçkiləri haqqında əsasnamə qəbul edilməsi 1919-cu ildə olmuşdur. 3-də çıxırıq. İlk Azərbaycan hökumətinin formalaşması, bu da düzdür. Nəticədə qalır D variantı. Hadisə nəticə əlaqəsini müəyyən edin. 10 noyabrda 3 tərəfli bəyanatın imzalanması, Naxçıvan-Qars dəmir yolunun tikilməsinin nəzərdə tutulması xeyr, bu səhvdir. Çünki belə bir şey olmamışdır. Yəni 10 noyabr 3 tərəfli bəyanatında bundan söhbət getməmişdir. Əksinə Zəngəzur dəhlizindən söhbət getmişdir. Laçın rayonunun işğaldan azad edilməsi, Şuşa hücum üçün əlverişli şərait yaranması. Laçın rayonu 1 dekabr 2020-ci il, 26 dekabr 2022-ci illərdə azad edilmişdir. Şuşa isə 8 noyabr 2020-ci ildə azad edilmişdir. Yəni Şuşa Laçından daha əvvəl azad edildiyi üçün bu da səhvdir. Kəlbəcər rayonunun ermənilər tərəfindən mühasirəyə alınması, Daşaltı əməliyyatının həyata keçirilməsi, bu da səhvdir. Çünki Kəlbəcər deyil, Şuşa rayonu mühasirəyə düşmüşdür. C-də çıxırıq. Bişkek protokolunun imzalanması, Dağlıq Qarabağda Rusiya sülh məramlılarının yerləşdirilməsi, bu da səhvdir. Çünki Bişkek protokol yox, 10 noyabr bəyanatına görə Rus sülh məramlıları gəlmişdir. D-də çıxırıq. Lokal antiterror əməliyyatının həyata keçirilməsi, qondarma Dağlıq Qarabağ probleminin bir dəfəlik həll edilməsi, bu düzdür. Çünki nəticədə qondarma Dağlıq Qarabağ Respublikası ləğv edilmiş, 100 ildir davam edən bu münaqişəyə, hansı ki SSR vaxtından qalmışdır, son qoyulmuşdur. Qalır E variantı.
Xronoloji ardıcıllığı müəyyən edin. Azərbaycanın Qoşulmama Hərəkatının tam hüquqlu üzvü olması 2011-ci ildir. İlham Əliyevin ilk dəfə prezident seçilməsi 2003-cü ildir. Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvünə çevrilməsi bu 2001-ci ildir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri olmuşdur 1999-cu ildə. Nəticədə 4, 3, 2, 1. C variantı. 48-ci suala. Cəmbdə və cənub-qərbdə Qarluq və Oğuz Yabquluqları, şimal-şərqdə isə Qırğız xaqanlığı ilə həmsərhəd olan dövlət. Bu Kimak xaqanlığıdır. Hansı ki bunun Kimak xaqanlığı olduğu orta əsrlər tarixi dərsliyinin 52-ci səhifəsində yazır. 8-ci sinif. Xəritə sxemdə 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana qaytarılan rayonların ərazisini müəyyən edin. İndi Xocalını çıxırıq. Çünki Xocalı qaytarılmışdır antiterror əməliyyatları nəticəsində. Füzuliyə azad edilmişdir 17 oktyabr 2020-ci ildə, yəni müharibə ilə azad edilib. Xocavənd yenə Xocalı kimi antiterror nəticəsində azad edilmişdir. Nəticədə qalır 4, 5, 6. B variantı. On suala baxırıq. Cənubi Azərbaycanda 1920-ci ildə başlanan milli hərəkatdan fərqli olaraq 1905-1911-ci illərdəki hərəkat xarici dövlətlərin hərbi və siyasi yardımı ilə yatırıldı. Bu ikisinə də aiddir. Həm Xiyabaninin üsyanı, həm Səttarxanın üsyanı. Bir gedir. Bir gedirsə A variantı da gedir, D variantı da gedir. Muxtar dövlətin yaradılması uğrunda mübarizə idi. Yəni şərt biraz dəyişik olsaydı, 1905-1911-ci il hərəkatından fərqli olaraq 1920-ci ildə başlanan milli hərəkat olsaydı, onda 2-ni götürərdik. Lakin yerlər dəyişik olduğu üçün 2-ni çıxırıq. Çünki məşruti hərəkatında heç vaxt muxtar dövlət tələbi olmamışdır. Yəni bu bütün İranı əhatə eləmişdir. Sadəcə məşrutə istəyiblər. Azərbaycanın şimalındakı milli burjuaziyadan hər tərəfi yardım almışdı. Yəni bu düzdür, çünki bir çox xeyriyyətçilərimiz, ziyalılarımız bu hərəkatı dəstəkləmişdir. 3-ü götürürük. İranda konstitusiyanın qəbul uğrunda mübarizə idi. Bu da düzdür. Çünki Xiyabani hərəkatından fərqli olaraq məşruti hərəkatında məşrutə istənilirdi. Yəni bu səbəbdən 2-ni də çıxırıq. 2 gedirsə B-də çıxır, E-də çıxır, qalır C variantı. Parfiya dövlətinin mövcudluğu dövründə baş vermişdir. Makedoniyalı İskəndərin Mərkəzi Asiyaya yürüşü, xeyr bu səhvdir. Çünki Makedoniyalı İskəndər eramızdan əvvəl 3-cü əsrdə deyil, 4-cü əsrdə yürüş eləmişdir. Parfiya dövləti isə eramızdan əvvəl 3-cü əsrdə qurulmuşdur. A gedir. Əhəməni dövlətinin Misri ələ keçirilməsi, bu da səhvdir. Çünki eramızdan əvvəl 525-də Pelusiya döyüşü nəticəsində olmuşdur. Mark Trayanın Kilikiya və Ərəbistanı ələ keçirməsi, bu düzdür. Çünki Mark Trayanın şərqə yürüşü nəticəsində Parfiya var idi və həmçinin Parfiyanın paytaxtını da ələ keçirmişdir.
Afina-Sparta müharibəsinin baş verməsi bu 431-404-cü illərdə olmuşdur. Bu da getdi. Şərqi Avropada İskit padşahlığının meydana gəlməsi eramızdan əvvəl 4-cü əsr. Nəticədə E variantı da gedir. Qalır C variantı. 18-ci əsrin sonlarında Avstriyanı Fransa ilə sülh imzalamağa məcbur etdi. Şimali İtaliyada Napoleon tərəfindən məğlub edilməsi bu düzdür. Çünki Napoleon onları, yəni Şimali İtaliyada Avstriyalılar biabırcasına məğlubiyyətə uğratdığı üçün, səhv etmirəmsə 1796-cı il Mlodi döyüşü idi. Burada Avstriya Fransaya sülh təklif eləməyə məcbur olur və yaxud sülh imzalamağa. İngiltərənin koalisiya müharibələrinə dəstək verməməsi bu səhvdir. Çünki yəni belə bir şeydən söhbət getməmişdir. Osmanlı ilə yeni müharibənin başlaması xeyr. Çünki yəni Osmanlı ilə həmən vaxtı yazısı sülh imzalanmışdır. Yəni bunun bir Fransa ilə müqaviləyə dəxli yoxdur. Austerlitz döyüşündə məğlub olması bu 19-cu əsrə düşür. Fransanın Misirdən geri çəkilməsi bu da yəni 19-cu əsrin əvvəllərinə düşür. Qalır A variantı. 13-cü suala baxırıq. Səfəvi dövləti ilə bağlı Euler-Venn diaqramını tamamlayın. 16-cı əsr, 17-ci əsr və oxşar cəhət. Marağa rəsədxanasının bərpası 16-cı əsrə düşür. Səhv etmirəmsə Şah İsmayılın vaxtında olmuşdur. Hökmdarların dövrlərinə aid əsərlərin yazılması 16-cı əsrdə Həsən bəy Rumlunun Əsənət Təvarixi, 17-ci əsrdə isə İskəndər bəy Münişinin Tarixi Əl-Əmərəyi Abbasi və Məhəmməd Tahir Vahidin Abbasnaməsi digər adı ilə Tarixi Vahidi vardır. Oxşar cəhət B variantıdır. Şah Sultan Hüseynin musiqini qadağan edən fərmanı bu yəni 17-ci əsrə düşə bilər. Yəni dəqiq tarix verilmir. Lakin hakimiyyəti 1694-cü ildən başlandığı üçün C variantını götürə bilərik. Avropadan mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərilməsi bu Şah II. Abbasa aiddir. Şah II. Abbas 1642-dən 1666-ya kimi hakimiyyətdə olmuşdur və təəssüf ki, mətbəə avadanlığı gətirilməsi uğursuzluqla nəticələndi. Bunun iki səbəbi vardır. Çünki həm kifayət qədər vəsait ayrılmadı, həm də ki Şah II. Abbas vəfat elədi və ondan sonra gələn Şah Süleyman bu işə laqeydlik göstərdi. D variantı 17-ci əsrə düşür. Şeyx Səfi məscidi üçün xalça toxunulması bu da 16-cı əsrə düşür, 1539-cu il. Deməli 1A, E, 2C-dir, 3B. D variantı. Qaraqoyunlu dövlətinin Qara Yusifin hakimiyyəti dövründən fərqli olaraq Qara İskəndərin hakimiyyəti dövründə Teymuri hökmdarı Şahruxla müharibə aparılmışdır. Yəni Qara Yusif düzü Şahruxla müharibə aparmamışdır. Yəni müharibə aparacaqdı. Lakin yolda xəstələnib vəfat edir. Bu səbəbdən Qara İskəndərlə Qara Yusifin bu mövqeyi fərqlidir. A variantı düzdür. Alaşkert döyüşü baş vermişdir. Bu da düzdür. Çünki 1421-də olmuşdur və Şahrux İskəndəri məğlub edir. Çoxlu sorğal torpaqları paylanmışdı. Bu səhvdir. Çünki Qara İskəndərin vaxtında belə bir şey olmamışdır. Cahanşahın hakimiyyəti dövründə Teymurilər dövlətindən asılılıq qəbul edilmişdir. Bəli, bu düzdür. Çünki Cahanşah yəni 1436-cı ildə taxta çıxaraq Teymurilərin vassalı olur. Həmçinin Qara Yusif heç vaxtı Teymurilərə tabe olmamışdır. İdarəçilikdə yarımköç məyanların mövqeyi güclənmişdi. Belə bir şey yoxdur. Çünki daha da çox
Cahanşahın öz hakimiyyəti güclü idi. O heç vaxt qoymurdu ki, iri feodallar irəli geçsin. B variantı gedir. Şahzadələrin mərkəzi hakimiyyətə qarşı qiyamı baş vermişdir. Bəli, Pirbudaq və Həsənəli, yəni Cahanşah Heratda olarkən qiyam qaldırmış və nəticədə 1458-ci ildə tələm-tələsik həbsə edilərək Herat sülhünü imzalayaraq doğru ölkəsinə doğru qayıtmışdır. Bu səbəbdən C variantını da götürür. Çünki Qara Yusifə heç vaxt oğlanlara qarşı çıxmamışdır. Nəticədə 1 AB, 2 AC B variantı. Mazut Konstitusiyası və Müsavat Partiyasının birinci qurultayında qəbul edilmiş yeni proqramının müddəalarında oxşar cəhət fəhlələr üçün iş günü normasının müəyyən edilməsi, torpaqların əvəzsiz olaraq kəndlilərin xüsusi mülkiyyətinə verilməsi, muxtar əyalətlərdə yerli əhalinin ana dilinin rəsmi dil olması, Rusiyanın Demokratik Respublika prinsipi əsasında qurulması, Cənubi Azərbaycandan olan işçilərlə yerli işçilərin arasında bərabərsizliyin aradan qaldırılması. İndi B-ni çıxırıq. B-ni ona görə çıxırıq ki, Mazut Konstitusiyası fəhlələrlə sahibkarlar arasında olmuşdur. Yəni kəndlinin burada bir yeri yoxdur. C-ni də çıxırıq. Çünki bu siyasi tələbdir. Yəni Mazut Konstitusiyasının fəhləyə dəxli var. Rusiya ilə əlaqəli deyildi. Rusiyanın Demokratik Respublika prinsipi əsasında qurulması, bu da yəni milli qüvvələrimizə aiddir, fəhlələrə aid deyil. Cənubi Azərbaycandan olan işçilərlə yerli işçilərin arasında bərabərsizliyin aradan qaldırılması, bu sadəcə Mazut Konstitusiyasında keçir. Fəhlələr üçün iş günü normasının müəyyən edilməsi, istər Müsavat Partiyası, istərsə də Mazut Konstitusiyası, hər ikisində bu müddəa keçmişdir. Bu səbəbdən A variantını götürürük. 6-cı suala baxırıq. Alban hökmdarı Cavanşirin Dəməşqə ikinci səfəri zamanı xəlifə ona təklif etmişdi. Albaniyanın ödədiyi vergilərin 1/3 qədər yüngülləşdirməsini. Bunu Cavanşir istəmişdir. A variantını çıxırıq. Albaniyanın paytaxtının Bərdə şəhərinə köçürülməsini, həmən vaxtı Bərdə onsuz da Albaniyanın paytaxtı idi. Həmçinin 2-ci Vaçenin vaxtından bəri paytaxt şəhər olmuşdur. Belə bir təklifdən söhbət gedə bilməz. Xəlifənin vəziri olmasını, bu da səhvdir. Çünki xəlifənin vəziri olması kimi bir tələbi yox idi. Konstantinopoldan gəlmiş əsilzadələrlə sülh danışığı aparmağı bu düzdür. Çünki həmən vaxtı Cavanşir xristiyan olduğu üçün, yəni Cavanşirin Bizansla arası da yaxşı idi deyə xəlifə ona təklif eləmişdi ki, bəs Bizansla danışıqlarda iştirak eləsin. Çünki xəlifə Cavanşirdən istifadə edərək Bizansla münasibətləri bir qədər də olsa yumşaltmağa çalışırdı. İslamı qəbul edərək xəlifə qoşunlarının komandanı olmasını, bu da səhvdir. Çünki Muaviyə heç vaxt Cavanşirə belə bir təklif etməmişdir. E variantını da çıxırıq. Qalır D variantı. Xəritədə göstərilmiş xanlıqlara aid ümumi cəhətlərin düzgün verildiyi bənd müəyyən edin. İndi 1 Xoy, 2 Təbriz, 3 Urmiya, 4 Qarabağ, 5 də Şamaxıdır. İndi 1 ilə 4 Urmiya və Qaradağ xanlıqlarına qarşı birgə mübarizə aparılması bu düzdür. Çünki Xoy və Qarabağ xanlıqları həm Urmiya xanlığına qarşı birgə mübarizə aparıblar, həm də ki Qaradağ xanlığına qarşı 1782-ci ildə mübarizə aparmış və Qaradağ xanlığının ərazisini öz aralarında bölüşdürmüşdürlər. Bir düzdür. Təbriz, Qarabağ, bir də Şamaxı Quba xanlığı tərəfindən tabe edilməsi, xeyr, Təbriz xanlığı heç vaxt bu Quba xanlığı tərəfindən tabe edilməmişdir. Həmçinin Qarabağ xanlığı da. İkinci çıxırıq.
5 Makuf xanlığıdır. Gürcüstan müqaviləsindən sonra varlığının qorunub saxlaması. 3-cü Urmiya xanlığıdır. 5-ci də Makuf xanlığıdır. Bəli, Gürcüstan müqaviləsindən sonra Türkmənçay müqaviləsindən sonra Bakı və Urmiyadan başqa bütün Cənubi Azərbaycan xanlıqları ləğv edilir və Qaradağ xanlığı da həmin vaxtda ləğv edildiyi üçün Qacarların ləğv etmədiyi tək xanlıqlardan biri olur. Düzdür. Şəki xanlığına qarşı qurulan ittifaqda iştirak etməsi, Şamaxı xanlığı iştirak etməmişdir. Təbriz xanlığı da həmçinin. 4-ü çıxırıq. Şəki xanlığına qarşı qurulan ittifaqda Naxçıvan, İrəvan, Gəncə, Qarabağ və Qaradağ xanlıqları iştirak etmişdir. Bu səbəbdən cavab E variantıdır. 1 və 3. Qeyd edilənlərdən neçəsi 2-ci Dünya müharibəsi illərində Azərbaycan SSR iqtisadiyyatına aid deyil? Sənayenin əsasını əl əməyinin üstünlük təşkil etdiyi xırda sənətkar emalatxanaları təşkil edirdi. Daha əvvəlki videoda dediyimiz kimi bu düzgün cavab deyil. Birincini çıxırıq. 1942-ci ilin əvvəlindən başlayaraq cəbhə sifarişlərini yerinə yetirən təyyarə təmiri zavodu tikilmişdi. Bu düzdür. Çünki nə qədər silah, sursat, texnika həmin vaxtı hazırlanmış və Sovet ordusunun istifadəsinə verilmişdir. Bu düzdür. Azərbaycan neft sənayesi 110 milyon ton neft hasil etmişdir. Xeyr, bu da səhvdir. Çünki 110 yox, 75 milyon ton neft hasil edilmişdi. 3-cü də çıxılır. Demokratik dəyərləri təbliğ edən qəzet və jurnallar nəşr olunmağa başlanmışdı. Bu da səhvdir, çünki Sovet İttifaqı heç vaxt demokratiyaya dözümlülük nümayiş etdirməmişdir və müharibə vaxtı da belə bir şeydən söhbət gedə bilməz. Həmçinin bu siyasi prosesdir. Yəni iqtisadiyyata bir dəxli yoxdur bunun. Bu da səhvdir. Şəhər və kəndlərdə pulsuz məktəblər açılmağa başlanmışdı. Bu da səhvdir. Çünki bu mədəni tədbirlərdir. Bakıda 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi. Bu düzdür. Bakı müttəfiqlərin hərbi təyinatlı sursatlarının daşınması üçün mühüm quru və su nəqliyyat yolu idi. Bu da səhvdir. Çünki belə bir şey olmamışdır. İndi bizdən aid olmayan soruşduğu üçün bu 6 cavabdan, yəni 7 cavabdan 1-i, 2-si, 3-ü, 4-ü və 5-i düzdür. Qalan ikisi səhvdir. Bu səbəbdən D variantını götürürük. Variant D variantıdır. 19-cu suala baxırıq. Qeyd edilənlər aiddir. Dağlılar Respublikasının qurucularından biri olmuşdur. AXC hökumətində nazir olmuşdur. Bu Rəşid bəy Qaplanova aiddir. Çünki həm Dağlılar Respublikasının Daxili İşlər naziri olub, həm də ki AXC hökumətində maarif və dini etiqad, daha sonra isə maliyyə naziri olmuşdur. Cavab E variantıdır. Mirzuiddin Aybəy, Seyfəddin Qutuz, Baybars. Suriyanın bir hissəsi Misir və Hicazı Monqolların hücumundan xilas etmişdi. Bəli, eyni Cəlut döyüşü nəticəsində Seyfəddin Qutuz Monqolları dayandırmışdır. A variantı Seyfəddin Qutuza aiddir. Hakimiyyəti dövründə xilafətin paytaxtı Misrə köçürülmüşdü. Bəli, Sultan Baybarsa aiddir. Çünki Abbasilər Hülakü xanın zülmündən qaçaraq Baybarsa sığınmış və Baybars da onlara sığınacaq vermişdir. Daha sonra Sultan Səlim Misri işğal edərək xilafəti Abbasilərin əlindən almış və özünü xəlifə elan etmişdir.
Misirdə Eyyubi sülaləsinin hakimiyyətinə son qoymuşdur. Bu da Muizzuddin Aybəyə məxsusdur. Nəticədə 1C, 2A, 3də B-dir. A variantı. Nəticədə bütün sualları təhlil etdik, səhvləri, düzlər müəyyənləşdirildi. Belə videoların gəlməsini istəyirsinizsə kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.